Salam gözəl insanlar. 2 həftədir bürclər haqqında demirəm. Amma indi deyəcəm, çox gözəl şeylər gözləyir sizi. Qoç bürclərin bu həftə risk eləsinlər, qorxmasınlar. Bu həftə onlar üçün gözü yumulu belə hansı addımı atsalar uğur gətirir onlar üçün. Sevinəcəklər. Buğalar üçün də bu həftə uğurlu gəlir və onlarda alış-veriş məsələsi olacaq. Torpaq işi ola bilər onlarda. Bəziləri əlbəttə ki, hər bürcün %100% dediyim kimi ola bilməz. %50% yaxşı ola bilər. 50% da yenə də yaxşı olsun deyir. Yaxşı deyəsən ki, yaxşı da gəlsin. Və buğalar üçün alış-veriş, bir də torpaq məsələləri görüşür, sənət işləri görüşür. Onlar da gözəl bir gün görsənir, hiss edirəm və uğur gözləyir onlarda. Əkizlər bürcü haqqında deyim. Əkizlər bürcü bu həftə 2 yol arasında qalacaq və işlərinə addım at, gözəl bir iş gəlir, gözəl bir şansları var bu həftə. Amma qorxub, ehtiyat edib addım atmaq istəyəcəklər. Amma addımlarını atsınlar, çox gözəl bir uğur gözləyir onları. Xərçənglə bağlı düzdür, istəməzdim hansısa bir mənfi nələrsə deyim. Allah özü kömək olsun, yardımcı olsun. Və xərçəng bürclərinin insanları, çoxunu demirəm, onları nəsə biraz mənfi enerji gözləyir, halsızlıq, yorğunluq gözləyir bu həftə. Özlərini sala bilərlər o vəziyyətə və panik atak ola bilərlər. Fikir, keçmişdə nələrsə yada salıb özlərin stressə sala bilərlər. Amma heç bir şey yoxdur onlarda. Əlbəttə ki, keçmişə yox, qabağa baxsınlar. Şir bürcləri haqqında deyim mən. Bu həftə nələr olacaq və keçən dəfədə, o biri həftədə şir bürcləri haqqında çox gözəl şeylər hiss edirdim və gözəl şeylər də gördülər onlar. Və bu həftə, amma şir deyir, mən deyən olmalıdır. Mən nəyi hiss edirəmsə o da olur. Nə olursa demək mən deyirəmsə olur. Amma bu həftə ehtiyatlı olsunlar. Çox mənəm deməsinlər. İnşallah hər şey gözəl olar. Qız bürcləri hər şeyi nəzarətdə saxlamaq istəyir. Amma heç də elə düşünməyin, heç də fikirləşməyin. Həm nəzarətdəsiz, həm də hər şey yaxşı olacaq. Tərəzi bürcləri bu həftə nəyəsə qərar verəcək. Amma tələsməyin. Məsləhət eləyin və uduza bilərsiniz. İnşallah bu da yaxşı olar, amma məsləhətləşin, sonra addım atın. Əqrəblər bu həftə, düzdür, əqrəb bürcləri bəzən olurlar, kinli olur, qısqanc olur, narahatçılıq onları boğur. Amma bu həftə çox gözəl gündür onlar üçün və götür-qoy eləyəcək onlarda. Onların özündən asılı olmayaraq, onlara gözəl bir enerji gələcək, hiss gələcək və əqrəb bürcünün qızları belə, nə bilim, illərlə gözləyib hansısa yollara, oğlanları belə yollara əl atacaqlar ki, evlilik olsun, işləri düzəlsin. Amma bu həftə onların gözləmədiyi, illərlə gözləmədiyi gözəl bir şansları var. O xatan üçün ümumiyyətlə bu illəri, bürclər hər həftə gözəl gəlir və bu həftə də gözəl gəlir. Amma bu həftə nədənsə o xatanların düzdür, düşmənləri çoxdur, amma mən sizə çox gözəl tanıyıram o xatanlar. Ehtiyatlı olun, düşməniniz də olsa belə, hansı bir addım atsaz, hansı bir yola addım atsaz da belə, bataqlığa düşsəz də belə, Allah Taala sizi o bataqlıqdan çıxardır və uğur gözləyir sizi bu həftə. Oğlaq bürcləri bu həftə çox ümumiyyətlə məsuliyyətli bir bürcdür. Bu həftə məsuliyyətli olacaq və onlar qarşıdan böyük bir işlər görüşür onlar üçün. İstəyirlər ki, o işləri özləri tək başına həll eləsinlər. Amma yox, tək başına eləməyin, məsləhətləşin, uğur sizi iləndir. Dolçalar çox ağıllı adamlardılar, Dolça bürcünün adamları və dolçaları bu həftə çox gözəl işlər gözləyir. Bir neçə iş onlara təklif olunacaq, uğurlu görsənir. Onların heç vaxtı olmayacaq ki, belə ailələrinə vaxt ayıra bilməyəcəklər. Gözəl bir işlər təklif olunacaq, uğur gözləyir. Gözləmədiyi pullar gələcək, onların başından töküləcək. İnşallah yaxşı olar. Balıqlar onsuz da duyğusaldılar və balıqlar özünüzü toplayın. Bu həftə sizi nəsə narahat gördüm, keyfsiz gördüm, kövrək gördüm. Amma dəyməz, keçmişdə nələrsə yada sala bilərsiniz və qarşıdan gələn nələrəsə qorxa bilərsiniz addım atmağa. Amma qorxmayın, Allah sizi iləndir, uğur sizi iləndir.